Yəni Donuz birin yerinə məxrəci sürətinə bərabər olan istənilən düzgün olmayan kəsir yaza bilərik. Yəni 1 bərabərdir. Məxrəc 3-dürsə 3-də 3 yaza bilərik. Məxrəc 4-dürsə 4-də 4, 5-dirsə 5-də 5, 6-dırsa 6-da 6 və s. Lap bir kəsir məxrəci 15-dirsə bunu 15-də 15-də yaza bilərik. Məsələn, 1 çıxaq, deyirəm ki, 9-da 3. Birin yerinə biz məxrəc 9 deyək, 9-a uyğun 9-da 9, çıxaq 9-da 3 yaza bilərik ki, 9-da 9-dan 9-da 3-ün çıxanda məxrəclər olduğu kimi qalır, sürətlər çıxılır. Toplama da olunsa 9-da 12 deyərik. Əgər ədədimiz 1 deyil, 1-dən böyük hər hansı ki ədəddirsə, məsələn 2 çıxaq 17-də 8-dir. Neyniyərik? 2-dən 1 tam azaldırıq, qalır 1 tam. Həmən o 1 tamın yerinə, bunun məxrəci 17-dirsə, yazırsan 17-də 17. Görürsən 1 tam, 17-də 17-miz 2 deməkdir. A 17-də 8. Artıq biz 1 tamla, bunu tam hissəsi yoxdursa 0 yazılmır. 1 tam qaldı. 17-də 17-dən də 17-də 8-ini çıxsaq qalar 17-də 9. 1 tam 17-də 9. Bunu ikinci üsulla da eləyə bilərik ki, 2-dən 17-də 8-in çıxıramsa, 17-də 17-ni 2-yə vurarıq. 34, 8-in çıxarıq 26. 26. Bunu da düzgün olmayan kəsirdir. Qarşı kəsirə çevirmək üçün sürəti məxrəcə bölürük. 26-nı 17-yə böləndə 1-i düşdü. Məxrəc olduğu kimi qalır həmişə. Qalığı da sürətə yazırıq. 26-nı 17-yə böləndə 1-i düşdü. Qalıq da 9-u qaldı ki, hansı ki birinci də elə almışdıq, ikinci də elə aldıq. Yaxşımı? Bu oldu ədəddən kəsirin çıxılması. Tutaq ki, məsələn, ola bilər kəsirdən kəsiri çıxırıq. Məsələn, 4 tam 15-də 7 çıxaq 2 tam 15-də 11. Amma düzgün olmayana çevirə bilərik. Düzgün olmayana burada sadədir ki, çevirə bilərik, bunu sadə çevirə bilərik. Amma məsələn, bunun kəsirləri böyük ədədlər olanda çevirəndə çətinlik çəkəcəyik, məcburuq hesablamalarımızı çox vaxtımız getməsin deyə. Belə olanda, bax 4-dən 2-sini çıxa bilirik, düzdür? Amma bura 17 olsa, qəşəng rahat çıxarıq. 4-dən 2-sini çıxarıq, 2 tam deyərik. 15-də, 17-dən də 11-in çıxarıq deyərik 6-sı qalır. Eləmi? Amma bura 7-dirsə, 4 tam 15-də 7 çıxaq, 2 tam 15-də 11-dirsə, 4-dən 2-sini çıxa bilirik, amma 7-dən 11-in çıxa bilmirik. Onun üçün nə edirik? Bu 4-dən 1 tam azaldırıq. Qaldı neçə tam? 3 tam. O tamı veririk bu kəsirə. 3 tam 15-də 15-də yox. 1 tamı verəndə sürətlə məxrəci topla. Niyə? Çünki 1 tam 15-də 1 tamı vermiş burada. 15-də 7. 15-i vurursan 1-ə 15. Üstünə də sürəti gəlsən 22. 15-də 22 çıxaq 2 tam 15-də 11. İndi artıq çıxa bilərik. 3 tamdan 2 tamın çıxanda 1 tam. 15-də 22-dən də 11-in çıxanda 11. Qaldı 1 tam 15-də 11. Yaxşı? Aysa. Bu kəsirlərin toplanması, çıxılması. Məsələn, belə bir kəsirimiz olur. Qarışıq kəsiri düzgün olmayan kəsirə çevirə bilirsənmi? Məsələn, 3 tam 8-də 3 nəyə bərabərdir? Vururuq 8-ə üstünə 3 gəldik. Sürət yazırıq, məxrəc kimi var. Tərsinə, məsələn, 8-də 30-u qarışıq kəsirə çevirə bilirsənmi? 30-u 8-ə bölürük, 3-ü düşür. 3 tam 8-də 6-sı qalırsa yazırıq 4-də. 3 tam 8-də. Kəsiri ixtisar eləyə biləriksə, hər birini 2-yə ixtisar eləsək 4 dəfə, 3 dəfə. Yaxşı? Sonra var adi kəsirlərin. İndi bilsən nəyi bilməliyik? Biz məxrəcləri müxtəlif olan kəsirləri əkөb tapmalıyıq, onları toplamalıyıq. Əköb tapa bilirsən onlara? Kəsirlərə xeyr. 2 dənə ədədə əköb tapa bilirik, Hüseyin. Bəli.
2 dənə ədəd çox tapırıqsa, deməli məxrəcdəki ədədlərə tapacağıq da ancaq biz. Sürətlə məxrəcləri artıq da. Bax, məsələn də 4-də 3 üstə gəlinsin 6-da 5 məsələn. 4 ilə 6 neçədir? 12, Hə? 3 ilə 5-ə də 15. Bəli, 12. İndi 12 tapdıq ortaq məxrəc. Bəli, yuxarıdakını da tapır. Yox, 12-ni bax bu 4-ü neçəyə vurduq ki 12 elədi? 3-ə vur. Deməli sən sürəti də 3-ə vurmalısan. 12-də neçə eləyəcək? Bəli, 9-u. 10-da 6 2 dəfə deyil. 2-ni də 5-ə vuruq 10 verir. Yəni bu 12-də 5-də artıq sən 6-nı 2-yə vurmusansa, tamamlayıcı vurğu 5-in 2-dir. 12-də 10. O da bərabərdir. Məxrəclər bərabərləşdi. Məxrəc olduğu kimi qaldı. Sürətlər toplandı. 19. Bu da bizə verər 1,12-də 7. Yaxşımı? Və bunu yardım. Yadındadır bunlar? Bəli. Bunu belə bir başqa şey deyir. Hə, yox, yadındadırlar. Sonra kəsir-kəsirə vura bilirik. 3-də 1 vuraq, 4-də 2. Bəli, sürəti sürətə vururuq, məxrəci məxrəcə vururuq. Əgər ixtisar varsa, ixtisar eləyə bilərik. Eləyər 4-də 1. Məsələn, 12-də 7 vuraq, 14-də 8. Görsən, 7 ilə 14 gedir. 7-yə 1 dəfə, 2 dəfə. 4-ə ixtisar gedir 2 dəfə, 4-ə ixtisar gedir 3 dəfə. Təzədən biz buradakı 2 ilə buradakı 2-ni ixtisar eləyə bilərik. Məxrəcdə qaldı bircə dənə 3, sürətdə də qaldı 1. 3-də 1. Qarışıq kəsiri qarış kəsirə vura bilirik. 2,3-də 2-ni vururam, məsələn 10,4-də 1-ə. Vura bilərik. Bəli. Qarşı kəsiri qarşı kəsirə vurmaq üçün hər ikisi çevrilir düzgün olan kəsirə. 3-də əvvəlki 2-ni vur. 3-dən 2 6 üstünə də gəndə 8 vuraq. 4-də 41. 4 ilə 8 ixtisar gedir 1 dəfə, 2 dəfə. 2 ilə 3 getmir, 41 ilə 3 getmir, qaldı 3-də 82. Bölünür. Bu da 27 tam düşür. 3-də 81 edir. Qalıq da 1 qalır. 27 tam. Qarşı kəsir alır. Bəli. Sonra gəlir kəsirlərin bölünməsi. Olduğu kimi saxlananda ikinci kəsir. Bəli, birinci olduğu kimi qalır. A bölək B-ni biz C bölünsün deyə bölüriksə, birinci olduğu kimi qaldı. Tərsini nə vurursan? D bölünsün C-yə vurarsan. Məsələn, mən 1,3-də 2-ni bölsəm 2,8-də 5-ə. Hər ikisi çevirirəm düzgün olmayan kəsirə. 1 tam bağışda. 3-də 5. 3-də 5 bölək. 8-də 21. 16, 21. Bu da tərsinə vurulanda 3-də 5 vuraq, 21-də 8. Heç bir ixtisarımız yoxdursa, 63-də 40. 40. Oldu? Biz əsas nəyi bilməliyik? Onluq kəsirlərin vurulub bölünməsini, onluq kəsirlərin onluq kəsirə bölünməsini, bir də ona yüzəminə vurulub bölünməsini. Onluq kəsirə vura bilirikmi? Tutaq ki, 0,8-i mən 10-a vursam neçə edər? 10-a vursaq 8. Bəli. Və 0,8-i 100-ə vursaq neçə edər? 100-ə vursaq 80. Bəli. Deməli biz bilirik ki, onluq kəsiri 10-a, 100-ə, 1000-ə və s. mərtəbə vahidlərinə vuranda vergül hara sürüsür? Vergül sıfırların sayı qədər sağa. Məsələn, 0,10.000-də 1286-nı vururam 100-ə. 100-də vergülün sayı 2 dənədirsə, vergülü də 2 rəqəm sağa çəkməli. 1, 2. Olur neçə tam? 12,56. Yaxşı. Əgər məsələn 1,5-i vururamsa 1000-ə, sıfırların sayı 3 dənədir. Burada da vergüldən sonra 1 dənə ədəd var. Əgər ədəd çatmırsa, vergüldən sonra rəqəmlərin sayı qədər, yəni sıfırlarımız 3 dənədir.
Vergiden də sonra bir dənəsi var, 2 dənəsi yoxdur. Yerinə 2 dənə 0 yazırıq. Olur 1500. 1500. Onluq kəsrə vurmanı bilirik. Böləndə yadında saxla. Vergül sola sürücü. Vergül sıfırların sayı qədər sola. İndi nümunə göstərirəm. Məsələn, 1,5-i vururam, bölürəm 10-a. Məsələn, böləndə vergüllərin sayı qədər, sıfırların sayı qədər sola. Sonra Bir dənə 15. sıfır varsa 1. Olur, əvvəlində əgər ədəd yoxdursa, 0 yazarsan. 0,15. Məsələn, 100 olsaydı 0,1000'dən bəli, 2,2 bölürəmsə 100-ə, bax, yadında saxla, vergül 2 rəqəm sola sürüşəcək. Vergüldən sonra 1 var, 1 yoxdur. 2 dənə rəqəm sürüşdürdünmü? Onda vergülü atırsan ki, qabağına 0 yazasan. Nəzir olacaq 0,023. 0,23. Yaxşı? Bəlkə elə ədəd olacaq ki, məsələn, 1276,5-dir, bölürəm 100-ə. Yenə vergül 2 rəqəm sola sür, 1, 2. Olur 12,765. Ona 100-ə, 1000-ə vurmanı, bölməni bildik. İndi 10-da 1-ə, 100-də 1-ə, 1000-də 1-ə vurmanı, bölməni öyrənək. Onluq kəsiri 0,1-ə, 0,100-də 0,1000-də və s. mərtəbə qiymətlərinə vuranda vergül sola. Amma böləndə vergül sağa sürücür. Yaxşımı? Bax, məsələn, 3,85-i bölürəm yox, birinci vuraq. Vuraq 0,1-ə. Görsən, vurduqda vergül hara sürücür? Sola. 10-da 1 deyirəmsə, neçə rəqəm sürüşdürəcəm? 1 rəqəm. 3-ün sağındadır, keçir soluna. Bundan da əvvəl ədəd yoxdur. 0,385. Amma bölsəydim, Sağa gedəcəkdi, olacaq. bəli, 38. onda bircə bir rəqəm sağa gəl, olur 8 yanında. Olur 38,1. Yenə eyni qayda ilə rəqəm çatmırsa, sıfırları yaz. Sıfır. Məsələn, 0,003 bölünsün 0,00001. Bax, vergüdən sonra 10-da 1, 100-də 1, 1000-də 1, 10.000-də 100.000-də 1. 100.000-də 5 dənə 0 var, düzdür? Deməli, böləndə vergül sağa gəlir. 3 dənə rəqəm var, ikisi yoxdur. Deməli, vergülümüz belə olacaq. Onda gəlir, neçə çıxır? 300. Məsələn, ola bilər belə olsun. 0,5 bölünsün yox, vuraq indi deyiləm. 0,2. Sən belə misalları 5-i 2-yə vuranda neçə eləyir? 10. 10. Vergüldən sonra bax. İkisi burada var, ikisi burada var. Neçə dənə rəqəmdir? 4 dənə. 4 dənə rəqəm sola sürüşdür. 1, 2, 3, 4. 4 dənə rəqəm yazdın, 0 yazdın. Onsuz da bilir ki, onluq kəsirin axırındakı 0 yazmağa ehtiyac yoxdur. Oldu 0,1000-də 1. Və yaxud bunu belə də yaza bilərsən. Deyərsən, müəllim, mən 100-də 5-i yazıram belə. 10-da 2-ni də yazıram belə. Bu da bərabərdir. Neçə eləyir? 100-də 5 vuraq, o 100-də 2-dir. 10-da 2 deyil, 100-də 2. Bu da bizə verir 10.000-də. Görürsən, 10.000-də 10. Bu da bir sıfırlar getdi. Nə qaldı? 1000-də 1. Görürsən, bayaq onsuz da burada 0 var idi. Bu 0-ı silə bilərik. Ya 10.000-də 10 dedin, ya da 1000-də 1 dedin. İkisi də bir-birinə nədir? Böləndə belə yazmaq olar, kəsiri vurur belə. Bəli. Tutaq ki, mən belə deyim də, 1,25-i 0,5-ə bölürəmsə, bunu kəsirlə yazsam da qiymət dəyişmir. Amma
onluq kəsirə bölmək üçün çubuqlu bölməni bilsək daha yaxşıdır. Yadında saxla. Onluq kəsirə böləndə bu böləndəki vergüldən azad elə. Vergüldən 50 olur. azad et. Yox, bax, vergülü silsək, vergüldən sonra neçə rəqəm var? Bir dənə 5 var da. Vergülü siləndə oldu bura neçə? 5. Əgər böləndə vergüldən sağda neçə rəqəm varsa, həmin rəqəmlərin sayı qədər bölünəndə vergülü sağa çəkilir. Olur 12,5. Artıq oldu 12,5-i bölək neçə? 5-ə. Tam hissəmiz 12-dir. 12-nin içində 5. 2 dəfəm. 2 dəfəm 5, 10. Çıxanda 2 gəlsin. 2 bölünmür. Vergüldən sağdakı rəqəm düşürsə aşağı 25. 25-i 5-ə böləndə 5-i düşür. 5-dən 5, 25. Bir də ki, vergüldən sağdakı ədəd düşəndə bura hökmən biz vergülümüzü atmalıyıq. 0, 0. Neçə oldu? 2,5. Bir dənə də buna aid birini yazıram. Bax, diqqətli ol. Tutaq ki, belə deyək də 1,386 bölək 0 tam deyirəm %9. Mən deyirəm bu. Ha? Vergüldən sonra 2 dənə rəqəm var. Aha. 2 dəfə bu tərəfə gətirir, 138 olur. Şu, bəli, 138 tam oldu. Burada da oldu 9. 9 bölük. Tamam bak. 13-ün içində 9 bir dəfəm. 9. 4 üçün olmur. 48-in içində 5 dəfəm. 45. 3 gəlsin. 3 bölünmür. Vergüdən sonraki ədəd düşəndə bura biz vergülümüzü atırıq. 36-nın içində 9, 4 dəfəm. 36. Çıxanda 0, 0. Oldu? Aysa, bunu bilirik. Laf yaxşı. Bir də Hüseyin, bilirik ki, A ədədi B-dən böyüksə, B ədədi də C-dən böyüksə, bunların tərsini yazanda işarəmiz neyinir? Dəyişir. İşarələrimiz dəyişir. Sonra, ədədin tərsi bilirsən də nədir? 5-də 3-ün tərsi nədir? 3-də 5. Tərs ədədlərin hasili nədir? 1-ə. Hasili 1-ə bərabər olan ədədlərə tərs ədədləridir. Əks ədədlər, amma biri məsələn də 5-in əksi nədir? -1. Onun əksi nədir? -10. Bunlar əks ədədlərdir. Amma bunlar məsələn 4-də 3-ün əksi nədir? 3-də 4. Bunlar isə tərs ədədlərdir. Yaxşı. İndi bizdən soruşar ki, məsələn 0,2-nin tərsi nədir? Biz 10-2-ni belə yazırıq. Bunu ixtisar eləyə bilərik. 1, 5. 5-də 1. 5-də 1-in tərsi da 1-də 5 deyəndə Hüseyin, məxrəcdə 1 olanı yazmırıq. Eləcə nədir? 5. Yaxşımı? Məsələn, soruşar ki, 1,3-də 2-nin tərsi. Bunu çevirsən düzgün olmayan kəsirə 3-də 5. 3-də 5-in tərsi nə olar? 5-də 3. Yaxşımı? Var indi ədədin hissəsi. Ədədin hissəsi. Məsələn, 30-un 5-də 3 hissəsi. 30-u da vurub 5-ə bölürük. Bəli. Ədədin hissəsi deyəndə ədədi Sürətə vurub məxrəcə bölürük. Sürətə vurub məxrəcə bölür. Və yaxud da elə hissə göstərən kəsirə vurursan. 30-u vurursan 5-də 3-ə. Onsuz burada ədəd vuraq kəsirdirsə, ədədimiz həmişə sürətə vurulur. 30 vuraq 3 bölək 5. Fərqi yoxdur, sürətdə də yaza bilərik. İxtisar edirsənsə, ixtisar elə. Bir dəfəm, 6 dəfəm. 6 dəmdə 3 neçə eləyər? 18. Bu ədədin hissəsi. Hissəsinə görə ədəd olsa, məsələn, 5-də 3 hissəsi 30 olan. Burada artıq biz 30-u 5-də 3-ə böləcəyik. Ədədin hissəsini tapanda, həmin ədəd hissə göstərən kəsirə vurulur. Hissəsinə görə ədəd tapanda, həmin ədəd hissə göstərən kəsirə bölünür. Kəsirdə kəsirə böləndə bayaq dedik ki, birinci olduğu kimi qalır. Yəni,
Bölünən olduğu kimi qalır, bölənin Üçdə beş. tərəfinə vurulur. O da ixtisar olur. Bir dəfə, Üçdən 10 dəfə, 10, 5 50. 50. Oldu mu? Sonra biz hansı nələri çətinlik çəkərik? Dövr onluq kəsirləri, saf dövrü, qarşı dövr onluq. Hüseyn, elə ədədlərimiz var ki, məsələn, 2-ni mən 3-ə bölsəm, 0,6-lar dövr eləyir da. Onda mörtəzənin içində 0 dövrdə 6 yazırıq. Bunu adi kəsirə çevirə bilirikmi? Hə. Nə bərabərdir adi kəsirə? Yadında saxla. Mötərizənin içində neçə dənə rəqəm varsa, həmin rəqəmlərin sayı qədər 9. Sürətdə də həmin ədədin özün yazırsan. Məsələn, onlar da 0,4-də 12. Burada 2 dənə rəqəm varsa, 2 dənə 9. Sürətdə də elə ədədin özünü. Yəni, biz bunları 3-ə ixtisar edə bilərik. Deyə bilərik ki, 33-də 4. Bunu 3-ə ixtisar edə bilərik, deyərik ki, 3-də 2. Yaxşımı? Hə. Məsələn, birini də yazıram. 2 tam dövrdə 178. Görürsən, 2 tam qaldı. Neçə rəqəm var burada? 3 dənə. 3 dənə 9. Yuxarıda da 178. 178. İndi var, o saf dövr onluq kəsirdir. Saf dövr onluq kəsir deyəndə vergidən sonra dövrümüz başlayır. Görürsən, vergidən sonra dövr başladı. 35-lər gedir, yəni. Tam 35, 35, 35 belə başlayır. Amma qarışıq dövr onluq kəsir odur ki, tamdan sonra ədəd gəlir, sonra dövr başlayır. Bir ədəd və ya bir neçə ədəd gələrsə, o qarışıq dövr onluq kəsir. Burada da tam isə saxlanılır. 2 tam. 2 tam. Mötərizənin içindəki dövrlərin sayı qədər 9. 2 dənə rəqəm varsa, 2 dənə 9. 35. Yox. Vergüllə dövrə qədərki ədəd var. Bax, burada vergüllə ki, dövrə qədərki ədəd var, 1. Onların sayı qədər 0 yazılır. Bir dənə ədəd var, 0 yazılır. Sürətdə nə yazarsın? Sürətdə, bax, bu 3 ədədi bir yerdə nə oxunur? 135. Vergidən sonraki bütün ədədləri oxuyursan, dövrə qədərki və dövr edən ədədləri bir yerdə. Onlardan çıxırsan, dövrə qədərki ədədi, bax, onlardan çıxarsan, bax, həmişə bax, vergüllə dövrə qədərki ədədi çıxarsın. Biri çıxarsın. O da olacaq 2 tam 990-da 134. Məsələn, belə bir sualda yazıram. 2 tam 125, dövrdə 3. 2 tam, dövrlərin sayı qədər 9. Dövrə qədərki rəqəmlərin sayı qədər 0. Görürsən, bu 9-ların sayını göstərir, burada 0-ların sayını göstərir. Sürətdə ümumi ədəd 253. Çıxaq, dövrə qədərki ədəd neçədir? 21. O da bərabər 2 tam 900-də 253-dən 25-in çıxana neçəsi qalır? 228 qalır. Onlar belə cavab olmaz, hər birini 2-yə ixtisar eləyər. 445 tam neçə yaza bilər və s. Oldu mu Hüseyin? Hə. Bax, bunları bilsən, məncə çalışmalarımızın əksəriyyətini yaza bilərsən. O, indi baxaq görüm, bizim adi və onluq kəsirlərdən neçəsi verə bilərəm sənə, yaza bilərsən görüm. Bax, düzgün kəsirlər, düz. Məncə bunlar asandır Hüseyin. Aha, bax Hüseyin, buradakı suallar. Hansıları sonlu onluq kəsir şəklində göstərilə bilər? Məxrəci, bax, bunu diqqətlə qulaq as, çalışmalar həllində də. Əgər kəsirin məxrəci sadə vurğulara ayırırsan, məxrəci sadə vurğulara ayırırsan, məxrəcində ya 2-lərin, bir də 5-lərin, bunların hasilindən istifadə olunursa, bunları sonlu onluq kəsir kimi göstərmək olar. Amma 2 və 5-dən başqa, bir dənə də hər hansı 3 varsa, 7 varsa, 6, deyək ki, 11 varsa, hər hansı başqa ədədlər varsa,
Onu göstərmək olmaz. Məsələn, bax gəl elə testimizdəkinə baxaq. 28-də görsən 7 vurğu var. Göstərmək olmaz. 48-də 3 vurğu var. Göstərmək olmaz. 54-də 27 vuraq uçdu. 3 vurğu var. Göstərmək olmaz. 125-imiz hamısı 5 vurğudur. Deməli, bunu göstərmək olar deyil. 15-də 3 vurğu var. Göstərmək olmaz. Ya 5 olmalıdır, ya hamısı 2 olmalıdır. Və yaxud da ikisi də ola bilər. 2 ilə 5 də ola bilər. Yaxşı? Buradan yenə deyir ki, heç olmaz. Hə? Buradan deyir ki, məsələn, hamısı 5 olmalıdır. Deyir. Çünki bu 5-ləri biz 10-a tamamlaya biləcəyik də. Məxrəci məsələn də tutaq ki, belə deyək də 2-də 1. Bunu mən 10-a tamamlaya bilirəmsə, bunu 10-luq kəsir kimi yaza biləcəm. Amma burada 3 olsa 3-ü tamamlaya bilməyəcəyik də 10-a, 100-ə, 1000-ə tamamlaya bilmirik. Oldu? Bunlar asandır. Səhər boşsan? Səhərə kimi deməli sənə verirəm. Səhərə kimi 57 dənə çalışma. 57. Hə? Düzündə hazır.